السلام عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz müminlər, günlərin seyyidi Cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Zilhiccə ayının sonuncu günlərini yaşayırıq. Zilhiccə ayı Hicri qəməri təqviminin sonuncu ayıdır və bu cümə Hicri qəməri təqviminin ilin sonuncu cüməsidir. Sizlərlə birlikdəyik. Və artıq qarşıdan Mühərrəm ayı başlayır. Zilhiccə ayının ilk ayı, təqvimin birinci ayıdır. Və eyni zamanda Mühərrəm ayı deyərkən hər birimizin zehnində, qəlbində, yaddaşlarında matəm ayı, Hüseyni günlərin başlanması, əzadarlıq günlərinin başlanması, qəmli, qüssəli, Əhl-i Beyt əleyhissalamlarının gözlərinin yaşlı olan günləri, Xanım Zəhra salamullah aleyhanın o Kərbəlanın çöllərində sərgərdan qaldığı günlərin başlanması hər birimizin yaddaşlarında, zehinlərində həkk olunmuşdur. Mühərrəm ayı öz-özlüyündə bir aydır. Bu aya Mühərrəm adı verilib. Niyə bu aya Mühərrəm adı verilib? Bu ayın adının mənası nədir? Yazıblar, Əl-Muharrəm Şəhrullah. Mühərrəm Allahın aylarındandır. 12 ayın hamısı ilahi aylardır, Allah yaratdığı aylardır. Amma bir neçə ay var, Allah o ayı özünə məxsus edib. O aylardan biri Ramazan ayıdır, o aylardan da biri Mühərrəm ayıdır. Səmmədhul ərəb bihazəl ism ləənnəhu kənu la yəstəhillunə fihil qital. Ərəblər bu ayı Mühərrəm ona görə adlandırıblar ki, bu ayda qətil, müharibə, döyüşmək haram edilmişdir. Mühərrəm, yəni haram edən, yəni haram olunan ay deməkdir. Quran-ı Kərim ki deyir, 4 ay haram aylardır. Onlardan birincisi Mühərrəm ayıdır. Mühərrəm ayı haram aylardandır və hətta İslamdan öncə, hətta cahiliyyət dönəmində də ərəblər bu ayın ehtiramını saxlayardılar. Bu ayda müharibə etməzdilər. Bu ayda döyüşləri, müharibələri dayandırardılar. وَضِيفَ إِلَى اللّٰهَ تَعَالَى عِظَامًا لَهُ كَمَا قِيلَ لِلْكَعْبَةِ بَيْتُ اللّٰهِ. Bu ay nisbət verilib Allaha, Allah ayıdır. Necə ki, Kəbə nisbət verilib Allaha. Demişik ki, Kəbə Beytullahdır, Allahın evidir. Necə o evə Allah evi deyirik və illa bütün məkanları Allah yaradıb və bütün məkanlar Allaha məxsusdur. Bir dənə ev var ki, Allaha məxsusdur. Allah deyib, mənim evimdir. Beytullahdır, Kəbədir və bütün ayları Allah yaradıb. Amma 2 aya Allah nisbət verib özünə deyir, bu mənə məxsus aydır. Mühərrəm ayının özünün bir əzəməti var və inşallah bizim təqvimlə ayın 16-sı Mühərrəm ayının ilk günüdür. 15-i axşam namazından sonra Mühərrəm ayı daxil olur. Ayın 16-sı Mühərrəm ayının ilk günüdür və ayın 24-i Tasua günüdür. Ayın 25-i də Aşura günüdür. Bu 10 günlüyün özünə məxsus bir əməlləri də var. Əvvəldə deyək ki, Quran-ı Kərimdə bir 10 günlükdən danışır. Və ləyalin əşr. And ola 10 günlüyə. Bəzi təfsir alimlər deyiblər ki, bu 10 günlük Ramazan ayının son 10 günlüyüdür ki, onun içində Qədir gecəsi var. Əhya gecələri olan 10 günlükə Allah o 10 günlüyə and içib.
Bəzi alimlər, təfsir alimləri deyiblər ki, bu 10 günlük Zilhiccənin ilk 10 günlüyüdür. Həzrət Musaya Allah deyir, biz 30 gündən vədələşdik və 10 gündə əlavə elədik. Zilhiccənin 10 günü ki, Qurban bayramı onun içindədir. Bəzi alimlər deyirlər ki, elə Mühərrəmin də 10 günlüyündən söhbət gedə bilər burada. Bu Mühərrəmin də 10 günlüyü çox əzizdir. Əziz Peyğəmbərimizdən bir hədis var. Mühərrəm ayının girişi ilə əlaqədar. Həzrət buyurur, İnnə fil Muharrəm leylətən şərifətən və hiyə əvvəlu leylətən. Mühərrəm ayında bir şərafətli gecə var. Əziz Peyğəmbərimiz buyurur ki, bu ayın ilk gecəsidir. Yəni 15-i axşam namazdan sonra, akşam namazından sonra Mühərrəmin ilk gecəsidir, Peyğəmbərimiz buyurur. Mən sallə fiyhə mi'ətə rəkətin yəqra'u fi kulli rəkətin əlhəmd və qul huvallahu əhəd. Peyğəmbər Əkrəm buyurur ki, hər kim bu gecədə 100 rükət namaz qılsa, 50 dənə 2 rükət. Eyni sübh namazı kimi bir həmd, bir qul huvallah. Hər 2 rükət bitəndə təşəhhüd salam deyib, qalxıb yenidən niyyət eləyir ki, Mühərrəm ayının ilk gecəsinin namazını qılıram. 50 dənə eyni sübh namazı kimi namaz hər kim qılsa, Peyğəmbərimiz buyurur. Səbbəhətəl yevm və huvə əvvəl yevm minəl Muharrəm kânə mimmən yədumu aleyhil xayru sənətən və la yəzalul məhfuzən minəl fitnəti iləl qabil. Və səhəri yuxudan oyana oruç tuta. 15-i axşam bu namazı qıla və səhər də dura, ayın 16-sında oruç tuta. Peyğəmbərimiz buyurur ki, bu bərabərdir bir il sərasər ibadətə, bir il insan dayanmadan ibadət eləsə, bu savabı əldə edər və gələn ilin Mühərrəm ayına qədər Allah onu bütün fitnələrdən amanda saxlayar. Bir il insan bütün fitnələrdən amanda qalar, əziz Peyğəmbərimiz buyurur. Və immata qəblə zalik sara iləl cənnə inşaallah. Birdən oldu, ömrü tamamdır. Allah bunun üçün gələn Mühərrəmə qədər ömür yazmayıb. Birdən növbəti ilin ortasında dünyasını dəyişsə, gələn Mühərrəmə yetişməsə, əziz Peyğəmbər buyurur ki, inşallah bu ibadətə görə Allah onu cənnətə aparar. Çox əzəmətli bir gecədir ki, bu gecədən istifadə edək. Qoy bir asan da namaz deyim ağa. Bilirəm ki, 100 rükət namaz qılmaq bizim üçün çətin olur da, möminlər tənbəl olmuşuq da, etiraf edək. Məsələn, 2 dənə ardıcıl dünya çempionatı başlayır. Futbola oturub baxacaq, amma 2 rükət namaz qılmaq bizə ağır gəlir. Sonra deyirik ki, Allah, əl açırıq ki, Allah səndən imdad dilirik, Allah səndən bağışlanmaq dilirik, Allah səndən filan hacətlərimizi istəyirik. Vallahi o Allahdır da, rəhm eləyir bizə. Doğrudan kərəm Allahdır da, bizə rəhm eləyir. Biz açan gedirik Allahın qapısına, Allahla haçan münasibətimizi düzəldirik. O qaçan tutanlara o qədər vaxt ayırırıq, o qədər hövsələ ayırırıq. Amma Allah üçün o zamanı ayırmırıq biz. İnsanın Allahla özü arasında bir vaxtı olmalıdır. 17 rükət namazdan danışmırıq. Xüsusi bir vaxtı olmalıdır insan Allahla söhbət eləməli. Heç namaz qılmasa, heç dua oxumasa, elə otursun, üzü qibləyə Allahla danışsın, Allahla dərdi dil eləsin. İnsan belə bir vaxt ayırmalıdır özü üçün, əzizlər. Və bu əziz gecələrdə ayıraq o vaxtları özümüz üçün. Ayıraq o vaxtları. Həzrət Əli əleyhissalamdan da hədis Peyğəmbərdən nəql edir. Həzrət Əli əleyhissalamda deyir, mən Peyğəmbərdən eşitdim. Peyğəmbər buyurdu, İn kuntu saimən bə'də şəhri Ramazan fəssumi'əl Muharrəm fəinnəhu şəhru taballahu fiyh alə qavm və yətubullahu teala fiyh alə axarin. Deyir, Ramazan ayından sonra, əgər istəsiz oruç tutasınız, oruç tutmaq üçün ən gözəl vaxt Muharrəm ayıdır. Ən gözəl vaxt. Çünki Allah bu 10 gecədə bir iddəni bağışladı və bir iddəni də bağışlamaq üçün iradə edib. Allah gözləyir ki, biz addım-ata bizi bağışlasın. Yəni, məğfirət ayıdır eyni zamanda, bağışlanmaq ayıdır. Bu ayda eləyə bilərik ki, Allahdan bağışlanmaq diləyik.
Mən samə yevmən minəl muharram fələhu bi kulli yevmin 30 yevm. Hər kim bu ayda bir gün oruç tutsa, sanki 30 gün oruç tutmuş misalındadır. Amma qeydim vurum əzizlərim. Mühərrəm ayının ilk günü çox müstəhəbdir oruç tutmaq və 9 günü oruç tutmaq müstəhəbdir. Bəs 10-cu gün Aşura günü. Aşura günü oruç tutmaq haram deyil, lakin bəyənilməyən bir əməldir. Səbəbini də deyəcəyəm. Bəzən deyirlər ki, Aşura gününün orucu çox savabdır. Bəzən eşidirsiniz bunları, deyirlər Aşura günü oruç tutmaq savabdır filan. Bu Əməvi təbliğatının nəticəsidir. Əməvilər Həzrət Əbu Abdullah Hüseyn əleyhissalamı Aşura günü şəhid elədilər və o günü hər il özləri üçün bayram elan elədilər. Bayram da ərəbin adəti bu idi. Bayramda məsələn oruç tutardılar. Səliqəli paltar giyinərdilər. Bunu izhar eləmək üçün Aşura orucu deyə bir məsələ ortaya gətirdilər. Aşura günü İmam Hüseyn əleyhissalamın şəhadətidir və İmam Sadiq əleyhissalam buyurur ki, bizim düşmənlərimiz bu günü şadlıq qəsdi ilə oruç tutdular. İndi kimsə birdən o qəsdi olmasa oruç tutsa işimiz yoxdur. Amma hər kimin məqsədi olsa ki, doğrudan bu niyyətlə Peyğəmbəri əziyyət eləmiş olar. Peyğəmbəri narahat eləmiş olar. Peyğəmbər balaların müsibətli günləri. Hədisdə var. İnnə mən samə yevmən minəl muharram muhtasibən cealallahu Teala beynəhu və beynə cəhənnəm cünnətun. Hər kim Muharrem ayında bir gün oruç tutsa, Allah onu ilə cəhənnəmin arasında bir dənə divar çəkər. Yəni, onun da cəhənnəmə getməsinə Allah imkan verməz. Ona görə də bu Muharrem ayı ki gəldi, bu Muharrem ayı ilk hicri qəməri təqvimidir və bu ayı əzəməti var, izzəti var Allah yanında. Bu aydan istifadə edək, bu ayın günlərini əziz tutaq, Allahdan məğfirət diləyək, ibadət itaətdə keçirdək və özümüzü bu ayda bağışlananların cərgəsinə yazdırmağa çalışaq. Peyğəmbər və onun əhl-i beytinin diqqətin, nəzərin özümüzə cəlb eləməyə çalışaq. Allaha and verək izzət cəlalına bizləri Muharrem ayından qafil etməsin inşallah.